Vaxtında dedim. Ha, bax bu şeydir. Sürətli keçərik üstünə, eybi yoxdur. Demək, kuyumuzu bilirik. Zaten ötən dərsdə qısa giriş vermişdik. Boru təyin eləyir. Evet. Linked listdən kuyuları təyin eləyə bilirik. Kuyuların bir neçə yolu var. Demək, priori kuyu, dequeue və belə deyim də, bir də ki, adi primitiv, yəni sadə formada olan kuyular, növbələr. Add vasitəsilə data qoyuruq bura. Pool vasitəsilə kuyunun elementlərini çıxardırıq. Bu çıxardır, silir. Okey, çıxardır, silir. Peak nə edir? Çıxardır, aparır təzədən qoyur elementi içəriyə. Okay. Sonra nə edirik? Yəni həmişə də 12 çıxardır burada. Sonra queue'nin remove elementi var. Remove nə edir? Verilən elementi aparır, queue'nin içərisindən silir. Yəni verilən obyekti. Bu arada obyekt qəbul edir. Amma bir də burada belə bir şey var. Fuadın verdiyi sualın cavabı olaraq ki, mən əgər bura linked list tipində data təyin eləyərəmsə, linked listin öz içərisindən remove first deyə bir şey gəlir. Element gəlir. Bu nə edir? Linked listin içindən elementi silir. Yəni first elementi, birinci olanı, var olan birinci elementi silir. Okay, yəni 12-ni silir. Aydındır. Amma mən bunun içərisinə bunu queue tipində təyin edəndə artıq bu linked list olmasına baxmayaraq özündə nə edir? Linked listə gələn fonksiyonallıqları bypass eləyərək keçir sırf queue-ya aid olan fonksiyonallıqları tətbiq eləməyə. Yəni buna elə belə deyək də tip məhdudiyyəti qoyuruq da bir növ ki, bu tipi dəstəkləyir. Necə ki double tip həm integeri, daha doğrusu double tip həm float'u da saxlaya bilir içində, normal şərtlər daxilində şey də saxlaya bilir də, digər belə deyim də xüsusiyyət funksionallıqlar da, yəni float olmayanlar da saxlaya bilir də, yəni genişlənmişləri də saxlaya bilir. Amma məsələ nədir? Float qoyanda qarşısına nə edir? Deyirsən mənə nə olursa olsun sonuna f yazmalısan. Və yaxud da belə primitiv baxanda tək dırnaqda yazılmış bu da chardır. Belə deyim də bu da simvoldur. Bu da simvoldur da. Amma məsələ nədir? Biz bunun qarşısına tip qoyanda avtomatik olaraq o tanıyır ki, bu A simvolu arta bilən olar. Yəni bunun belə deyim funksionallıqlarını artıq götürüb string tipinə klassına uyğun qoyur. Amma sən tək dırnaq verəndə, yəni onun qarşısına char qoyanda isə artıq avtomatik olaraq başlayır nə etməyə? Onun tiplərini, fonksiyonallıqlarını char tipinin, yəni character klassının fonksiyonallıqlarına uyğun dəstəkləməyə. Bunu burada göstərmək istədim, çünki linked listlərin əsas məqsədi budur. Linked listlər bu cür işləyir. Linked listlər array listlərdən fərqli olaraq, ümumiyyətlə linked anlayışı varsa, bu cürdür. Baxın, belə bir Hocam özür istəyirəm. Bir şey desəm olar. birdən bunu izah edeyim Fuad, unutma olar. Linked listlər nə edir? Belə bir zəncir qurur burada. Okay. Və bu elementlərin hər birini bir-birinə bağlayır. Baxın bu formada bağlayır. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, bunların indeks anlayışı yoxdur. Yəni sıfırıncı deyib bunu oxuya bilməzsən. Birinci deyib, ikinci deyib, üçüncü deyib bunu oxuya bilməzsən. Linked listləri indi sonda, dərsimizin sonunda hansını nə vaxt seçməliyik, onun izahını verəcəm. Linked listlərdə hər bir element özündən sonra gələn elementin açarıdır. Yəni nədir? Sən birinci elementi oxuyursan, birinci element ikinci elementin açarıdır. İkinci element üçüncü elementin açarıdır. Üçüncü element dördüncü. Yəni bunlar üçün indeksləmə əməliyyatı yox, bir-birinə dataları bağlayaraq zəncirləmə əməliyyatı aparılıb. Aydındır? Okeymi? Linked listlərin əsas, yəni sən buna queue yazanda FIFO məntiqini tətbiq elədiyin halda, bura linked list yazanda isə chain qurursan da, blok belə deyim də, zəncir qurursan burada bir növ. Fuat buyur. Nəsə soruşurdum. Yox, buna aid sual deyildi mənim. Belə deyim, sadəcə o tip məsələsinin imkan olsa ayrı bir dəstə, yəni necəsə onu sadə klass üstündən baxmaq olar. Çünki orada həm property söhbəti var idi, həm də metod söhbəti. Hərəsində fərqli-fərqli nəticələr verdim, onu da baxmışdım. İmkan varsa yəni adi klass səviyyəsində baxaraq da bir dəfə nümunə Okey, şəkildə. əslində olar, əlbəttə olar. Yəni özümüz adi klass dediyim budur da, yəqin ki, özümüz bir klass yaradaq, sonra onu götürək, mənimsədək və O, sair. Bunu mu deyirsən? bəli, adi miraslanma dərslərində yaradırdı da mənim. Çünki onun elə Aha, bir təməli okey. orada gəlir ona Eləyərik. görə. Olar, eləyərik. Amma məntiq olaraq, bax, buradakı məntiqi unutma. Çünki nəyə görə? Orada yəqin ki, bu dərsə referans verəcəm. Bax, Q yazanda görsən məhdudiyyət tətbiq gəlir də, düzdür? Amma şey yazanda, linked list yazanda artıq o məhdudiyyət aradan qalxır, amma başqa məhdudiyyət gəlir. Məsələn, remove-u dəstəkləyir indi, düzdür? Amma bax, linked list remove-u dəstəkləmir. Aydındır?
Bu Okey? aydındır mən bilmirəm. Bir dənə də şey deyim. Bura dair fikriniz bitsə deyim. Sizin sualınız varmı? Ha, var mənim LinkedIn saytdır. Dediniz ki, bəs indeks lüğəti yoxdur, amma tam yadımda deyil. Deyəsən mən LinkedIn-də baxanda praktikasını yoxlamışdım. Orada indekslə duran elementi çağırmaq olaraq deyəsən, səhv eləmirəmsə. Yoxsa Yox. mən yanlış hatırlayıram. Burada hər bir element bir-birinə bağlanır. Amma yəni indeksdən çağırırsan da müəllim. Yəni çağıranda İterasiyadan mı yəni söhbət edirsən? yox elə adicə məsəl üçün 5-ci yerdə duran element misal olsun. Deyəsən onu çıxarır. Mən bilmirəm bəlkə də səhv yadımda qalıb, amma deyəsən olmalıdır Tamam. belə bir şey. İndi bir dənə linked list yaradıb gedərik. Oldu mu? İza göstərərik onu. Olar? Hə, müəllim, onu Olur. mən də gördüm, var idi, Okey. yəni elə İndi bir dənə indeksdə. linked list yaradıb bir dənə göstərərik onu. Okeymi? Tamam. Oldu. Okey. Ha, bu arada bir şey deyim. Bunu söyləyək. Steklərdə bir şey unutmuşdum deməyi. Steklərdə unutmamışam, əslində gözdən qaçmışdı. Bunların hər biri, bir dənə də onu deyim sizə ki, bunların hər biri sonda bir collection tipdən referans alır da, düzdür? Collection tipdən referans alanda bunlar bəzən bir-birinin funksionallıqlarını saxlaya bilir. Yəni bir-birinin funksionallıqlarını saxlaya bilir deyərkən metodlardan söhbət gedir də. Tutaq ki, orada bəlli bir metodlar öyrənirsiniz. Add, nə bilim, tutaq ki, remove və yaxud da sıralamaq üçün və yaxud da search üçün və s. o metodlar bura üçün də keçərlidir. Is empty-dir, is nə bilim size-dır və s. da. Bunlar bura üçün də keçərlidir. Yəni bir-biri üçün keçərlidir. Ona görə bunların üstündən belə deyim də keçməyəcəm də. Bunlara daha doğrusu şey eləməyəcəm, girməyəcəm bu mövzulara. Okeymi? Oldu? Q ilə bitər bir dənə şey uşaqlar. O dediyinizə də baxarıq. Okey? Yəni ona da izah verərik daha doğrusu. Tamam, bunu bağladıq. Bu belə deyim də linked listlər vasitəsilə tətbiqa təyin edilən Q-lər. Bir də var, ümumiyyətlə periodic Q-lər. Bu arada birinci burada belə bir şey eləyək. Hələ prioriyə keçməmişdən qabaq. Məsəl üçün bura verirəm 13, bura verirəm 12, bura verirəm 15, bura verirəm 14. Run eləyirəm. Linked listdə, yəni Q-də daha doğrusu, adi Q-də belə bir anlayış var. Mən gəlirəm, hansı ardıcıllıqla qoymuşamsa datanı, həmin ardıcıllıqla da gəlir data linked listimin içərisinə düşür. Yəni bu nə deməkdir? Mən bunu gəlirəm bura, add elədim. Buradan çıxardaq çölə. Deməli, pull eləyək də bunu. 4 dənə, 5 dənə deyəs, 4 dənə. Okey. 13, 12, 15, 14. Okey. Bunu yadda saxlayaq. Hansı ardıcıllıqla qoymuşsa o ardıcıllıqla qalır. İndi keçək digərinə. Prioriya. Burada uca üstünlük dərəcəsi işə girəcək. Bayaqları əlinin də dediyi kimi, deməli, Q-ni qoyuruq. Integer yazırıq və keçirik bura Q priori. P yazaq kifayətdir. Bərabərdir new priori Q. Yenə də bu arada kapasitor və sair bunlar üçün də keçərlidir bu arada. Nə edirik? Add eləyək. Buradakını götürək, add eləyək. Run elədi. Soğut qoymağı unutmuş. Burada var idi, deyə bu. Bunu götürək də yenə. Bu add elədi. Bunu da buradan bu formada eləyək. Çıxardaq da. Bunu iterasiya da qura bilərdik və yaxud da stream də eləyə bilərdik, amma 5 dənə də ehtiyac yoxdur ona. Bax, priori Q-də bir dənə fikir verin uşaqlar. 1, 2, 1 artıqdır burada. 4 dənə qoymuşam. Bir dənə baxın, ardıcıllıq olaraq 12, 13, 14, 15 şəklində belə deyim də sıralamaya görə verilib. Bu arada bunun əsas məqsədi nədir? Deməli, verilən linked listimizi nə edir? Götürür,
daha doğrusu linked list deməyək də, verilən Q-muzu götürür, riyazi ardıcıllığa görə sıralayır. Aydındır? Bəs buna mən bunu tətbiq eləsəm nə olar? İndi gəlin bunu tətbiq eləyək. Bu iki dənəni. Buranı clear eləyək. Bunu tətbiq eləsək nə olar? Hara getdi bu? Tak, 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 tak. Bir dəqiqə. Hə, pull eləmişik axı bunu. Doğrudur da. Bax, 12, 13, 15, 14. Bir dəqiqə. 15, 14, 12, 13. Okey. Burada bir dənə bir şey var. Bir dəqiqə bunu belə eləyək, yaxşısı görmək üçün. Deməli, South priori Q. Run eləyək. 12, 13. Prosto bu 12. Hə, düzdür də, normaldır. Birinci onsda sürüşdürməlidir bu. Prosto bir dənə belə eləyək. Bir dənə bura 11 yazaq. Q nöqtə add 11. Run eləyək. Okey. Birincini apardı atdı yerə. Yəni ən kiçiyini apardı prioritetə görə qoyur yəni. Prosto burada bir dənə bir şey deyir. Deməli indi buna keçək amma. Tak. Burada bir dənə də bir şey qoyacağıq. O qalsın gözümüzün qabağında. Bundan bir dənə də qoyaq. Deməli bura baxaq uşaqlar. Burada nə edir? Bura diqqət eləyin. 11, 12, 13, 14, 15 şəklində çıxır. Düzdürmü? Doğrudur. Amma priori Q-nun işləmə məntiqi necədir? Bunun içərisində bir dənə belə deyim də sıralama alqoritmi var. Yəni bir obyekt qəbul eləyir bu öz içərisinə də priori Q. Və o obyektə görə sıralayır. Default olaraq heç bir obyekt verilməyəndə görək buradan göstərə biləcəyik onu. Tak, 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 tak. Bunun defaultu olmalıdır. Public. Heç nə verilməsə de bu olmalıdır. Yox, bu deyil. Bu kapasitorla bağlıdır. Bu bir alqoritm tətbiq eləyir. Bu ikincidir. Verdiyimizi götürüb gətirəcək sistemin içərisinə. Deməli, bir belə deyim də, prioriteti təyin etmək üçün burada göstərə bilməm. Görmədim hansı, tapa bilmədim. Deməli, prioriteti təyin etmək üçün bəlli bir alqoritm, belə deyim də, bir obyekt təyin götürür. Bu obyektə görə hansı ki bayaqları əldə göstərmişdi, sıralamanı həmin obyektə görə götürür, tətbiq eləyir sistemə. Məsələn, indi biz özümüz də indi əlinin həmin kodunu tapıb əlavə eləyərik sistemə. Ələ o linki bir dənə bizlə paylaş, o kodu bir dənə sıralama alqoritmini bir dənə özümüz tapıb qoyarıq sistemə. Amma burada bir dənə bir şey var uşaqlar. Bu sıralamanı, yəni priori Q-nun bizim özümüzün linked listləri sıralamamızdan fərqi bilirsiniz nədədir? Priori Q belə eləyir. Linked list, daha doğrusu siz deyə bilərsiniz ki, mən nəyimə gərəkdir də, mən bunu götürərəm, elə bir dənə array list qoyaram. Deyirik axı bunun məqsəd nədir? Verilən elementi sıralamaq. Doğrudur. Kiçikdən böyüyə və yaxud da böyükdən kiçiyə. Burada bir dənə nüans var, ona diqqət eləmək lazımdır. Biz əgər bizim böyük bir arrayimiz olsa, yəni array list ola bilər və yaxud da biz ona bubble sort alqoritmini tətbiq eləsək, belə bir arrayimiz var da, düzdür? Bubble sort alqoritminin mürəkkəbliyi çox bərbaddır. Bu arada sıralama alqoritmi proqramlaşdırmada hələ də tam həlli tapılmamış problemlərdən biridir. Yəni situasiyaya görə fərqlilik göstərilir. Buna görə də müxtəlif sıralama alqoritmlər var. Ən bəsiti bubble sortdur da. Tutaq ki, mən bu alqoritmə bubble sortu tətbiq eləyərək götürüb sıralama aparsam, bütün sıranı almaqdan ötürü bütün elementləri nə etməliyəm? Götürməliyəm, yerlərini dəyişdirməliyəm də. Əgər bu buradadırsa bunu bura atmalıyam, bunu gətirib bura atmalıyam, bunu gətirib bura atmalıyam, bunu gətirib bura atmalıyam. Düzdür? Doğrudurmu? Amma priori Q-nun işləmə məntiqi belədir ki, verilən buradakı sıralama məntiqinə görə olan hər dəfə ən sonuncu, çünki Q nə edir? Həmişə ən sonuncunu çıxardır da. Q-nun məntiqi budur ki, ortadan nəsə çıxartmaq olmaz. Həmişə başdan çıxartmalısan. O da həmişə alqoritmin şərtini ödəyən elementi aparır, başa atır. Okeymi? Yəni, burada bunu ona görə yazdıq biz ki, buradan tam görək. Çünki alt-alta yazanda görünmür bu. Tam formada görünmür. Elə bilirik ki, elə bu yuxarıdakından eyni məntiqdir də. Amma əslində işləmə məntiqi bu cürdür. Baxın, bu formada yazanda daha yaxşı görünür. Baxın, bu nə edir? Prioritet olaraq kiçikdən böyüyə doğru düzür. Baxın, digərlərinə belə deyim də, bu
Hara keçdi bu? Q. Silmişik. Silmişik deyə değil mi? Bunu silməyək də, belə eləyək. Digərlərinə görə baxın. 13 ilə 12-nin yerini dəyişmir. Çünki ona hələ lazım deyil. 15 ilə 14-ün yerini dəyişmir. Yəni bunlara toxunmur. Baxın görün mürəkkəbliyi nə qədər azalıb. Sadəcə 11-i tapıb gətirir ən başa qoyur. Bubble sortun işləmə məntiqi necə idi? Gəlin bir dənə buradan tapaq bubble sort alqoritmin, oradan izah eləyək mürəkkəbliyin. Müəllim, o bütün elementləri götürməlidir də. Ben niyə deyir? O biraz tam başa düşmürəm. Necə? Yo. Mürəkkəblik olaraq mürəkkəbliyi azaldır. Məhz bu data strukturlara ona görə belə deyim də, shoot yazmışam. Və bir seçeneğe yaxırdı müəllim. Sadəcə çap elədi onu. Çap eləməklə vəziyyət dəyişdi. Yo, onu deyirsən. Bax yuxarıda müəllim orada pul Bunu elədi. deyirsən. Yəni pul eləyəndə Pul ardıcıllıqla olanda yox. gəldi. Çünki pul olanda silir axı. Çıxardır axı sistemdən, o da boş çıxır burada. Yox. Bəs orada bayaq Nə demək ardıcıllıqla istəyirsən? getdi. Yəni mənə sualımı 11, düşündür. Nə demək istəyirsən? yəni məsələn, burada mən görürəm 11, 12, 13, 14, 15 getdi arta da pul elədikcə. Yəni burada amma sıralama eyni daxil olmur axı. 11, 12, 13 daxil olmamışdı, fərqli daxil olmuşdu. Amma İndi çıxaranda yəni səbirli ol. Bunu deyirsən. Bax, sıralama əlbəttə ki, eyni olmayıb. Və priori Q ona görədir də, özü onu arxada, özü o proseduru sənin əvəzinə aparır da sıralamanı. hə yaxşı bəs apart fonda niyə print eləyəndə fərqli şey gətirdi? Elə onu izah edirəm. Bir dəncə bubble Hə. sort alqoritminə baxaq. Bubble sortun mürəkkəbliyinə baxaq bir dənə. Python, Java-da var, görək bu. Deməli, baxın uşaqlar, burada əslində həlli də var. Sıralama həlli də var. Baxın, bubble sort bir dənə elementin hansı yerdə durmasını müəyyən eləmək üçün həmin elementin sayı qədər bir dənə dövr qurur. Sonra eyni dövrü ikinci proses üçün də aparır. Eyni dövrü üçüncü proses, dördüncü proses, beşinci proses. Baxın, yəni step 0, bax 1, 2, 3, 4, 5 dənə addım apardı. Step 1, 1, 2, 3, 4 dənə addım apardı. Step 2, tutaq ki, bax 3 dənə. Belə bu doğru sıralamanı tapmaq üçün, gör nə qədər prosedur apardı? 1 prosedur, 2, 3, 4, 5. 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Düzdür? 14 dənə sıralama üçün sənə apardı da, belə deyim də, addım apardı. Düzdür? Doğrudurmu? 14 dənə addımı, amma priori Q ilə sən bunu yazanda bu nə edir? Sənin əgər mənə lazımdır ki, ən kiçik elementi görüm də, düzdür? Bunlar içindən ən kiçik element kiçikdən böyüyə doğru düzdür? Priori Q ilə aparanda o sənə deyir ki, sən ilk dəfə oxuyanda bu deyirək yuxarıdan çıxardacaqsan da, düzdür? O sənə bütün elementləri sıralamır. Sadəcə olaraq ilk olaraq nə edir? Ən kiçiyi tapır, gətirir, qoyur başa. Ən kiçiyi tapır, başa qoyur, qalanın olduğu kimi saxlayır. Okay? Tamam. 11 deyir ki, sən bir dəfə bunu çəksən, mən sənə 11-i verəcəm. Yəni yuxarıdan çıxardırsan da, düzdür? Sıralamana ehtiyac yoxdur ki, sən sıra ilə çıxardanda zaten qutunun ən başında həmişə ən balaca olsa, sən həmişə kiçikdən böyüyə doğru alacaqsan da, o digərlərinə toxunmur. Nə edir? Çünki bu nəyi hesablayır? Deyir ki, ola bilsin ki, sən bura sonradan element əlavə eləyərsən. Ola bilsin ki, sənə sadəcə 2 dənə element lazım olar, heç qalanı lazım olmaz. Mən niyə bu qədər efor sərf edib bunu başdan axıra nizamlayım? Ən kiçiyi tapıram, növbətinə ehtiyac olsa, növbəti kiçiyi taparam. Növbətiyə ehtiyac olsa, növbəti kiçiyi taparam. Bax, ən pis halda bubble sortla eyni məntiqə sahibdir. Yəni eyni mürəkkəbliyə sahibdir. Ən pis halda. Niyə? Çünki bax, bu hər dəfə 1, 2, 3, 4, 5, 5 dəfə addımlayır, 25 dənə. Yəni ən pis halda 25 addıma tapır. Aydındır? Amma sənə ilk 2 dənə element lazımdırsa, yəni aşağıdan ilk 2 dənə element lazımdırsa, 2 dənə elementi oxuyub növbətini oxumayacaqsansa, artıq 25 addıma bitmir bu. Bu bitir, belə deyim də 5, 10, 10 addıma. Yəni 10 prosedur sonra sənin nəticəni verir. Amma mürəkkəblik olaraq ən pis halda hər ikisi də eyni məntiqlə işləyir. Yəni 25 bubble sortda ən pis halda
Yəni alqoritmlərin bu arada mürəkkəblik dərəcəsi var da. Ən yaxşı hal üçün, ən pis hal üçün. Ən pis hal üçün 25 prosedur hər ikisi üçün keçərlidir. Çünki hər bir elementi yerinə otuzdurmaq üçün belə deyim də 25 dənə dövr eləyir bu. Daha doğrusu 5 dəfə elementlərin sayı qədər dövr eləyir. Hər bir elementi yerinə otuzdurmaq üçün elementlərin sayı qədər dövr eləyir. Baxın bura. Birincidə nə edir? Birincidə sadəcə -9-u başdan birinci yerə gətirməkdən ötürü gör nə edir? Bax, sıralama. For, 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 for. Bax, -9-u, bax bir addım, -9-u bir addım qabağa hərəkət elətdirmək üçün 1, 2, 3, 4, 5, 5 dənə addım atdı. Aydındır? Görürsən? Bax sonra -9-u bir vahid qabağa gətirmək üçün 4 dənə addım bir at, bir dənə də. Çünki 45 artıq yerindədir də. Ondan sonra 4 dənəsinə baxır. Belə ta bütün sıranı bu cür düzəldir. Bubble sort alqoritmi, yəni sıralama alqoritmləri də. Burada da hesablayır ki, sənin əgər periodic queue, sənin deyir ki, sən mənə periodic queue-nu data structure ona görə qoyublar ki, sənin sıralanmış dataya ehtiyacın var, amma eyni zamanda sürətə də ehtiyacın var. Düzdür? Yəni istəmirsən ki, milyonlarla datan olanda sən bunun yalnız 5-in istifadə eləyəcəksənsə, milyonun da sıfıralayasan. Sənə sadəcə 5-in istifadə eləyəcəksənsə, ilk 5 yerdə duran data lazımdırsa, o nə edir? Deyir, ala bu 5, bu da 5, bu birinci, bu ikinci, bu üçüncü, bu da dördüncü, bu da 5-ci data. Aydındır? Milyonun da alsan təbii ki, yenə də mürəkkəblik artacaq. Amma belə deyək, bir də bir şey var. Bubble sort hər dəfə elementlərin sayı qədər dövr elədiyi halda bubble sort hər dəfə elementlərin sayı qədər dövr elədiyi halda periodic queue hər dəfə elementləri sildikcə get-gedə bayaqları 5 alqoritm 5 addım üzərində əməliyyat aparırdısa, artıq ikincidə 4 addım üzərində aparacaq. Üçüncüdə 3 addım üzərində aparacaq. Belə gələcək nəticədə ən axırıncıda heç vaxt əməliyyat aparmadan sənin ən kiçik elementivi deyəcək. Başa düşdün? Yəni periodic queue-nun mürəkkəblik dərəcəsi sıralama prosedurunda bizə çox ciddi belə deyim də şey qatır, performans verir. Səbəb də budur. Lazım olan qədəri sıralayır. Bax mən bunu ona görə yazdım. Burada bayaq 12 ilə 14 var idi. Yer dəyişəndə çaşırdı da. Ona görə 11-i bura atdım ki, bax nə edir? 13 ilə 12-yə dəymir. Sadəcə 11-i götürür. Ən kiçiyi 11-dirsə 11-i götürür, atır qabağa. İndi böyüyün istəyərik, indi ora bir dənə alqoritm yazarıq, böyüyün tapar. Əli deyəsən o bizdən paylaşdı da linki, düzdür yəni. Linkdir yoxsa klassdır? Klassı paylaşdın yəni. Şimdi mən linkdə paylaşdım, kodu da paylaşdım. İstəyirsən Linkdən bax. WhatsApp-dan da tıkla. Linkdən baxaq. Hansıdır əli bir də mənə göstər. Ən axırdakıdır. Ən axırdakı, tamam. Şöyle. Bu alqoritmi baxın, bu klassı bir dənə yazaq. Klass tam götürüləcək də. Fuat bir dənə baxaq indi. Eyni məntiq və bu dəfə tərsinə sıralama üçün də keçərli olacaq. Yerləşdirdik. Belə eləyək. Bunu bir prosta əd eləmək lazımdır. Bu arada baxın uşaqlar, bu deyir ki, əd eləmək lazımdır. Çünki yuxarıda bu yoxdur. Mən bunu gəlib buradan vursam, əd eləyəcəm. Oy, hara getdi bu? Əd eləməlidir axı. Deyək. Mesela bunun bir yolu var idi. Necə eləyirdi, əd eləyirdi. Olmasa belə götürüb buradan eləyərik. Buradan bunu əd eləyəcək, yoxdur. Bunu buradan əd eləyək. Run. Okay. 11 yerindədir. Əla. Bunu da bura atırıq. Bunun içine atırıq. Bunun içine atanda nə baş verir? Klasın. Niyə? Bu dəfə 15-i qaytardı. Baxın. Neynədir? Tərsdən düzdür. Tərsdən düzdür. Sıralamanı tətbiq elədi. Buranı eləyək. Bütün bu alqoritmi bütün elementlərə tətbiq eləmədi. Gəldi ən kiçiyə tətbiq elədi. Ən kiçik hansıdır? Daha doğrusu ən böyüyə. Burada tərsinə də -1 verib ona görədir. Normalda bu heç nə verməyəndə elə birbaşa işləyir. Amma bir dənə belə eləyək. Bu şərtlər daxilində işləməlidir. Baxaq. Nədir? Burada hara gedir müəllim? Bu yuxarıda hansı obyekt verir, heç nə çağırmır, eləmir. Yo, niyə? Bunun içində çağırır da. Fuat, bu gedir bunu ötürürək içəriyə. Konstruktordur da. Bu necə heç nə çağırmır? Konstruktor deyim mən, konstruktor hazır obyektlər axına gözüm.
Olsun da ne olar? Konstruktora obyekt verə bilməzsən deyə bir şərt mi var? Biz az olub yadıma gəlir şeyləri yazanda bu linked list, array listlər təyin eləyirdi ya adamı götürüb aparırdıq, atırdıq şeyin içərisinə, konstruktorun içinə və yaxud da add metodunun içinə adam klassını heç vaxt əlavə eləməyibsən. Və Bu bu bəlli bir bu bir alqoritmdir. Düz, daha doğrusu bir funksiyadır ya deyək. Konstruktor özü bir funksiyadır da, düzdür? Konstruktor, yəni metoddur. Metodun içinə mən arqument olaraq istədiyim şeyi ötürə bilərəm də. Bildim müəllim. Onda biraz sonra ki, compare metodunu gətirib həmin şey Per konstruktun metod. içində də düzəldibdir. Bunu yox, bunu Çünki bu düzəlt. ayrı Bunu metoddur onun xeyr, üçün bunu ona görə. düzəltməyib. Bunu götürüb atıb bunun içinə. Bax, bunu götürüb atıb bunun içinə. Bunun içindən də bax deyir ki, bax compare tipində bir dənə bura data gələcək. Okay. Və sən də onu götürəcəksən, bunun öz içərində belə deyək də, içəridə bunu götürüb istifadə edəcəksən. Bax, o da bu da burdadır. Bax görürsən? Deyir ki, konstruktor zəncirləməsi yaradıb. Deyir birinciyə kapasiteri qoyursan, ikinciyə compare qoyursan və nə edirsən? Elə bir overloading eləyib də burada. Compare-ın işi nədir burada? Görək Ctrl F. Compare haralarda işlədir? 55 yerdə işlədir. Biraz çoxdur. Bax, compare-i də tətbiq eləyir Priori-nin funksiyon metodlarına. Tak tak tak. Bax bura bax. Comparison, hə, bax burada burada elə bir bəlli bir əməliyyatlar aparıb, indi onu analiz eləməyə vaxt yoxdur, çox da elə bir gedib onun içindəki bax compare-in içindəki metodları çağırıb, belə deyim də metodu çağırıb tətbiq eləyib həmin o belə deyim də dəyişənlə və bu formada bizim buradakı sıralamamızı bax burada yazdığımız alqoritmə əsasən çıxan nəticəni gətirib mənimsədib nəyə? Bax buna. Bu dəyişənimizə. Yəni bura obyekt ötürmək sən niyə çaşdırır ki? Bu təbii bir şeydir də, yəni. Bunu biz eləmişik axı, daha əvvəl də eləmişik biz bunu. Harda eləmişik? Yadıma gəlir, deyir deyə Əslində demək istədiyim şey nədir müəllim? Obyekt ötürmək də o dərəcədə qəribə deyil. Sadəcə yəni obyekti biz həmişə obyektin üstünə nəsə əməliyyat aparırıq. Məsələn, orada compare onun metodudur. Məsələn, obyekti yaradırıq, obyektdən metodu çağırırıq falan. indi Götürüb bura obyekti obyekti ötürüb. Sonra qiymət olaraq obyekti ötürüb, obyektin içindəkiləri götürüb işlədəcək. Onun nə fərqi var ki? heç şey Bax bir də bir şey deyim. Sənin bax universitetin var, düzdür? Universitet deyə bir klassın var, düzdür? Universitetin içində tələbələr deyilən bir obyekt var, düzdürmü? Doğrudur. Sən universitetin tələbələrin obyekt olaraq ötürəcəksən, doğru, düzdürmü? Doğrudur. ötürü bilmədim. Yəni burada sadəcə ötürdə yəni onu Ötürür, başqa tamam. harfə Bu da bunun içində gedir. Bax bunun içində elə mən bax bunu ona görə göstərirəm də. Bax götürür. Həmin obyektin üzərində burada əməliyyatlar aparır da. Bax həmin obyektin metodlarını çağırır. Həmin obyektin nə bilim, burada indi başqa funksionallıqları varsa, onları çağırır. Bax görürsən bax burada. Həmin obyektin üzərində, həmin obyektin içində gələn metodlar vasitəsilə bizə bir nəticə qaytarır. Bir var buradan 10 dənə belə deyim, metod qəbul eləyə. Nə bilim, sırala, yenisini yarat, max, lens və s. yarada bir var. Bir də var ki, burada nə edib? Götürüb şey eləyib, bəlli bir belə deyim də metodu çağırıb onun üzərində əməliyyat aparıb. Yəni bəlli bir obyekt qəbul edib, obyektin içində metodlar toplusu çağırıb. Bax bura, bu gör bunun içində nə qədər metod var. Bax Fuad. Bunun içində bu qədər metod var. Bunların hamısını bir-bir almaq yerinə obyekti alıb da içəriyə. Sonra obyekti alandan sonra da götürüb o obyektin üzərində əməliyyatlarını aparır. aydın. Yəni bir var mən səndən adı, soyadı alım. Bir də var ki, elə bir dəfəlik adam alım. Adamın içində adı, soyadı zaten gəlir də. İçəridə gedib o adı, soyadı götürüb işlədəcəm də. Bu da elə bil nə deyib? Deyir ki, compare metodunu al. Bunun içində compare, daha doğrusu compare obyektini al. Onun içində compare metodu olacaq. Həmin o metodu götür, tətbiq elə içəridə harasa. Okay. İçəridə harasa dediyi yerdə o sıralama hissəsidir. İminli həmin o şeyin sıralama hissəsidir. Başa düşdün? Və ona görə də bəlli bir sıralama tətbiq et. Aydındır? Aydın. Belə. Arada hardaydı? Hə. Bax burada da dediyimiz kimi, yəni linked listlər, daha doğrusu queue'lər
və yaxud da priori queue'lar. Priori queue'lar bu məntiqlə işləyir. Bizə bəlli bir sıralama verir və bu sıralama bizim üçün nə edir? Yəni bütün obyekti sıralamaq yerinə sadəcə hər dəfə lazım olan kiçik elementi verir. Hər dəfə ən kiçik elementi verir. Beləliklə bizim 1 milyon datamız olanda sistemi birdən-birə yükləmirik. Lazım olduqca yüklürük, lazım olduqca yüklürük. Bu da ki, performansa çox ciddi, belə deyim də, ekonom eləyir. Performansı çox ciddi formada optimallaşdırır. Aydındır? Okey. Yəni Səsim ki, demək müəllim, əslində qalanda o da elə tək-tək hamısını 2 dənə ədəd götürür. Hamısı hər dəfə 2-2 yoxlayır da əslində qalanda da. Yəni o da elə nə amma qədər arada istifadə bilsən edir. nədir? Fuad, sən birinci addıma baxırsan. Bax, mənim burada sadəcə 2 dənə elementə ehtiyacım. Yox, tək-tək baxmır. Bax, bubble short hər dəfə 5 dənə element üzərində əməliyyat apardığı halda bu ikinci addımda 4 dənə element, üçüncü addımda 3 dənə element üzərində əməliyyat aparır. Bir dənə bura bax hələ. Bax, Yox, 2 dəfə compare edirəm çıxırsa müəllim, içəridəkindən. compare-la nə işin var? Compare adi cavab qaytarır. Sən içəridəki nulldur, içəridəki proseduru aparan içəridəki deyil, Proseduru sən bax burdakı bu datalar üzərindən baxmalısan. Bax sən bura birbaşa bubble sortu tətbiq eləsən, hər addımda 5 element üzərində əməliyyat aparacaqsan. Amma burada sən bunu oxuduqca hər dəfə addım sayın azalır. Optimal deyil bu. Yox, onu başa düşdüm müəllim. Onu bildim, onu demək istəmirəm mən. Yəni demək istəyirəm ki, hazır onu gətirənə kimi, yəni aşağıda o özümüz custom